Bax, indi üzümüzə gələn bayramlarımız var da, Allah qoysa inşallah. Gözü açıb yumursan, o da vaxt gəlir başa, ömürdən gündən gedir. Novruz bayramı. Biz Novruz bayramında şəkərbanı, paxlavanı Novruz bayramında yerik. Bəli. İndi hər yanda var, adiləşib, ona görə ləzzətli də qalmayıb. Bütün evlərdə şəkərbura paxlavalar pişirilərdi. Qonşu qonşu verdi, o deməkdir ki, ya, onun yoxdur ya. Hamısının evində qazanı qaynardı, bir-birinə qonşu qonşuya verərdilər, aşından tutmuş, şəkərbasına ki, kiminki necə çıxıb. Adətlərimiz var idi ki, uşaqlar məhəllədə, mən Sovetskada böyümüşəm. Bax, orada oyunlar vardı, Şuma qədər var idi, Altağac var idi, Ənzəli var idi, sonra Quli var idi, Çilədi var idi. Bax, bu oyunlar heç yoxdur. Yadımdan çıxıb. Heç indi oynayan var. Heç yoxdur yaxı. Əlindən yerə qoyur. Yoxdur, qurban olmasa, heç nə əsər əlamət. Ona görə hər şey adiləşdi. Həyat da bilsə necə oldu? Maraqsız. Mən bir dənə sponsorlar haqqında məlumat oxuyum. Bayrama gedərdin, qurban olmasa, onu deyərsən. Bayramda bütün evlər ağardılardı, pərdələr yuyulardı. Bəli, bəli, yadımdan uşaq. İndi elə şeylər yoxdur, qonşu qonşundan gizlənir ki, nə var salam verəcək, ona bir dənə şey istəyəcək. Mövzu ilə